Salam değerli izleyicilerimiz, hoş gördük. Bak böyle simental inek var. Körpe de balası var. Hem simental. Ama olan balasını biraz derele seçmiş. Görsünüz. Bu neçədir? Neçəyə? Xeyirli olsun. Satıldı bu. Qəşəng. Bak 4000'e deyilir. Balası da budur. 18 litrede sürdü. Sağlam qəşəng. O balası budur. İneğin özü de budur. 14 litrede süt verir. 4600 manata deyilir. Balası da deyir yekə var. 6000. Ay maşallah. 6000'e deyilir. Balası da deyir odur. Bak hasırı. Ben öyle biliyorum balası budur. Pazar olsun ha. Var değil mi satılır? O kişiye neçə litr süt verir? 6 litr. Balası hangisidir? Bu. 3200'e deyilir. 6 litr süt verir. Neçənci qarında? 5 qarında da olur. Pazar olsun. 3300'e deyilir. Neçə litr süt verir? 10 litr. Balası da olur. Neçənci baladır? 4 qarında da olur. Balası da bilir budur. Dişi. Damazda. 2600'e deyilir. Neçə litrdə süt verir? 6 litr süt verir. Neçənci balasıdır? 4-cü balasıdır. Balası da budur. Bura inek pazarıdır. Neçə deyirsən bu? 32'ye deyir. Neçənci baladır? 12 litr süt verir, 4-cü balasıdır. Pazar olsun. O erkek danalı 2000 manat. 1400'e. İki düyelerdi, Borbağa giden düyelerdi. 1400'den değil. Nasıl sen ha? Hava ne yok? Vəziyyət sat. Pazar olsun. Xeyli vaxtı bazara gəlmirəm. Bazara elə zor elədim. Alıcı da yok. Alıcı da yok. Ot baha, yem baha. Sağ ol, sağ ol kardeş. Allah razı olsun. Allah xeyriyyəsi insanları var eləsin. Özel insanların sayesinde o işleri görürük de biz. O kişi düyelerdi, geçek Borbağa giden 1400'den değil kardeş. Pazarda güzel düzeldirdiler, halal olsun. Xeyli vaxt gəlmirəm bazara. Məhmədoğlu YouTube kanalında şəxsən səni istəyəcəm. Şimdi 800 manat düyələri oradan alacaqlar. Bunlar neçədir qağa, erkəklər? 12 yarımdan, 13 yarımdan. Erkək danalardır, 13 yarımdan. Erkək. Borbağa gedən danalardır, bax 1350 manat. İzleyin, axıra qədər izleyin. Like verin, yaxşı olayır, hər şey normal. Xeyli vaxtı bazara çıxmır. 1050 manata deyilir. Bax o balacalar neçə? 800 manata da balacalar deyir. Dişidir hamısı. Üçü də dişidir. 900 manata erkek dana. 1750 manata deyilir. Bax, erkek yeme gedən mal. Bu neçə deyirsən? Güzel değil ama aşağı yer. Neçə litr süt verir? Şurada 5-6
5 litr, 6 litr. Balası da erkek. Göbeği üstünde. Bazar olsun, bazar olsun. Birinci qarnında, elə mi? Birinci qarnı düyədir. Qəşəng. Bazar olsun. 13 yarıma. Yemək edən düyədir. 13 yarıma deyir qardaş. Alan olsa yəqin ki orada düzəliş yeri var da. Kəlsəni 17'ye deyir, bax. Kişi kəlsədir, köhdür də yalnız. Yemindən çıxmış. Ətlik inəklərdir bunlar. Bunu neçə deyirsin? 15 yarıma deyir, bax kök inəklərdir. Görürsünüz. Hala burada böyle var ya, seçeceğim bak. İnek belə var ya. Ana bak ya. İnek belə var. Lümə ətdir da bu. Bazar olsun. Neçəliyiz bunu? 5.000 manat. 5.000 manata. Da bundan elə kök inek axtarmayın. Bundan yok. Hava ne yok, nəfəs. Bazar olsun. Həqiqətən. Bu sazların belə bir şey. Hakkı buna bak. Şu karı verneği var. Yorganı döşeği özünden diyor. O küreğinin eline bak. O da zaman eyvallah. Aynen göre ya. Kardeş, pazarda bundan öyle hakkı ne yoktur. Ne kadar et var bunun? 450 kilo. 450 kilo et olar, bax. İneyə belə kökəllərlər, baxın. Atam baladadan ona 20 manat verdi. Baladalanlar öyle olur. Şöyle olur. Kök düyələrdir, bordaqdan çıxmış düyələr. Neçəydəndir? Almış. Almışsınız? Alıblar. Xeyirli olsun, xeyirli olsun. Neçənin altı var, həm bilmirsən? Həmi bilmir, neçənin altı var, kök düyələr. 5200 manata deyilir. Kök danalı. Yemdən çıxmış danalı. Buyurun bax. 5200'e deyilir. Burada bordaq danalardır da. Yem yemiş danalardır. Bax görürsünüz. Bazarı super düzəldirlər, halal olsun. Yaşayın. Erkek mal ayrı, dişi mal ayrı, inek ayrı. Pazarı hərlənərkən burada bir köhnə dostumu da gördüm. O gedir. O gedir, məndən xəbəri yox. Kimən bazarda. Məni görəcək, deyəcək bu. Eyqan, sən nə gəlsin? Bax bunlar yemdən çıxmış mallardır. Hamısı kök danalardır. Görürsünüz, bana kök danalardır. Bunlar neçəylə deyilir bu şeylər? 8 manat. Qapandan 8. Biri 8'i, qapandan 8 manata deyilir. Yəni ət 16 manata düşür. 3200'e baba bu malı 3200 manata kardeş elə pulunu alır. Sattı. Allah pazar versin, Allah alana da, satana da çok xeyir versin. Bax bu birisi nə şey deyirsən ama oğlum? Qəşəng köydür. 45'e. 4500'e deyir. Bu nə qədər ət olar? Hepsi oradan birini. 300 olar. Ama 260-270 lazım. Ben de bilmem bazardan. Bunlar ancaq kök mallar. Orada yem yemiş mallar. Dört güne bu kırmızı deyilir. 3800'e de bu deyilir. Buyurun bakın. Süper kök mallar. İnşallah arda pazarlardan çəkilişləriniz olacaq. Xahiş edirəm hər kəsdən abunə olun, like verin. Çəkilişlərimizdən də xəbəriniz olsun. Mal pazarlardan xəbəriniz olsun, qiymətlərdən.
İster satan ister alan allanmasın. Bu inekti bu. Yine hepsini diyor. Erkekler ne siyasi? 32'ye 38'e. 32'ye 38'e. Ne kadar akıl olan? Onlar 200 kilo, onlar 200 bin kilo. 200'den ağır mallar. Bak. Buyurun bak. Allah pazar versin. Sattık diyor aldık vallahi. Allah alanın da satanın da pazarın versin. Söyleyen versin. Kök mallardır görürsünüz de. Köklükleri süperdir. Mallarda yaşar. Ben dur alacak ya. İri mallardır. Bunlar satılır alın. Sizin değil. Nesi değil? 4600'den değil. Ben dur alacak ya. Tamam oğlum. Ben oğlum. Hangi yemlerden istifade ediyorsunuz? Arka çepek. Arpa çemeği. Bəli. Ne saat yiyor? İl yarım. Bir yarımlı yemler. Bəli. Gözde satmış. Allah pazar versin. Değerli gözəl izləyicilərimiz, kök mallarla da məlumatımız oldu, arıq mallarla da məlumatımız oldu. Demək olar ki, bəlkə də mən 5 ildir ki, bazara gəlmirdim, bazarla da tanış oldum. Hələ bazarla tam tanış olmamışam. Çünki bazarın çox gözəl düzəldibdilər, şəraitli. Bazarın inşallah bazarlardan çəkilişlərimiz olacaqdır. Mal alanlar da, mal satanlar da bizə deyə bilər. Allah'ın izniyle gəlib çəkərik. Malınızı rahat şəkildə satarsınız. Kanalımıza abunə olun ki, bütün çəkilişlərimizdən xəbəriniz olsun. Like verməyi unutmayın. Yəni sizin bir dənə like'ınız 7 dənə insanın qarşısına çıxardır çəkilişimizi. Qardaş pazar olsun. Neçədir bu? Neçədir bu? Hı? Bu 2500 manat. 2500 manata subay yani etmiş. Allah pazar versin.